Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşləğanın tam mərkəzinə yaxın notarius adlanan ərazidə 4 sot torpaq sahəsinin üzərində sənəd evin torpağının çıxarışı var. Həm ipotekaya yararlıdır, həm qeydiyyatı düşmək olur. Qeyd etdiyimiz kimi 4 sot torpaq sahəsində 2 mərtəbəli həyət evimiz çıxıb satışa. Ev stipoldan ibarətdir. İnşallah ilk öncə həyətin təqdimatını edəcək, sonra evin içərisinin təqdimatını sizlərə təqdim edəcək. İlk öncə başlayaq qaraj hissəsindən. Maşın rahat bir şəkildə qarajına daxil olur. Sağ hissəsində keçidi var, divarda işıqlandırmalar var. Fikirdən işıqlandırmaları göstərin zəhmət olmasa. Və sonra da evin sol tərəfində keçidi var və evin altında da belə deyək, yaşayış üçün nəzərdə tutulub. Sadəcə o təmiz və bisetkasını göstərək ən azından. Arxaya çəkilin, bisetkanı tam şəkildə göstərin. Bax, belə bir bisetkası var. Və keçək, buradan demək həyətdə, demək olar hər bir tərəf işıqlandırmadır. Hətta bisetkanın özündə belə işıqlandırma var. Və keçək evin birinci aşağı hissəsini sizlərə təqdim edək. Sonra inşallah qalxarıq yuxarı hissəsini təqdim edək. İlk qiymət 180.000 manatdır. Reallıq olarsa ev sahibi tərəfindən endirim olunacaq. Və keçək evin arxa hissəsini göstərək, sonra evin birinci mərtəbəsini sizlərə təqdim edəcək. Və onu da nəzərinizə çatdıraq ki, 2 ailə tam yaşayışlıdır. Sadəcə olaraq birinci mərtəbəni təmin etdirmək lazımdır. Evin belə deyək, ev də hardasa bir 240 kvadrat olar. Evin arxa hissəsini göstərək sizə və sağından girib sol tərəfindən rahat bir şəkildə çıxmaq olur. Fikir verin. Və keçid edək evin birinci mərtəbəsinə. Sonra qalxacaq ikinci mərtəbəni sizlərə təqdim edəcək. Bax, bura hal-hazırda birinci mərtəbə üçün nəzərdə tutulur. Və fikir verin, altını betonlara göstərin zəhmət olmasın. Yəni, monolitlə və birinci hissədə, ikinci hissəsində də belə deyək, betondur. Bax, bura qaraja giriş çıxışda bunu göstərəcək sizlərə. Bax, burada bir otaq var, onu göstər, təqdim edək zəhmət olmasın. Hə, bu otaqları göstər. Sonra bu otaqları təqdim edək. Və keçid edək. Bu hissəni göstərək. Bu hissəni göstərək. Sırf şey ailesi nəzərdə tutulub. Bu sancı nəzərdə tutulub. Sancı hissəsidir. Və çıxaq buradan ikinci mərtəbənin təqdimatını edək. Oradan niyə görə çıxmadı məslində? Yəni çıxış var idi.